Qidalanma davranışı pozuntuları, məsələn bulimiya, anoreksiya və kompulsiv artıq yemə bu vaxta qədər daha çox imkanlı ailələrdə böyüyən yeniyetmələrlə əlaqələndirilirdi. Lakin Böyük Britaniyada aparılmış yeni bir tədqiqat bu stereotipi təkzib edir və göstərir ki, maliyyə çətinlikləri şəraitində böyüyən uşaqlarda belə pozuntuların yaranma riski daha yüksəkdir. Yeniavaz.com xəbər verir ki, JAMA Network Open jurnalında dərc olunmuş araşdırmaya 7824 uşaq cəlb edilib və onlara doğulduqları gündən 18 yaşınadək nəzarət olunub. Alimlər valideynlərin maliyyə vəziyyətini qiymətləndirərkən əsas ehtiyacları qarşılama imkanlarını, onların təhsil səviyyəsini və gəlirlərini nəzərə alıblar. Nəticələr göstərib ki, maliyyə çətinlikləri yaşayan valideynlərin uşaqlarında qidalanma davranışı pozuntularının simptomlarının ortaya çıxma ehtimalı hər əlavə çətinlik balına görə 6% artır. Bundan əlavə aşağı təhsil və gəlir səviyyəsinə malik valideynlərin övladlarında belə pozuntuların yaranma riski yüksək gəlirli ailələrin uşaqları ilə müqayisədə 34-35% daha çox olub. Müəlliflər bildirirlər ki, bu nəticələr qidalanma davranışı pozuntularının aşkarlanması və müalicəsi üsullarının yenidən nəzərdən keçirilməsinin vacibliyini, xüsusən də az gəlirli ailələrin yeniyetmələri arasında bir daha göstərir.